Peyğəmbər sallallahu aleyhi və səlləm zamanda çalğı sevən, çalğıya düşkün olan, yəni elmə, itaat, ibadətə, cihada bir o qədər həvəskar olmayan, amma belə çalğı filan eşrət meclisi xoşlayan bir cavan oğlan barəsində xəbər gətirirlər Peyğəmbərimizə və Peyğəmbər əleyhissalam buyururlar ki, bu Zülhiccə ayının birinci gecəsinin görən kimi, yəni Zülhiccə ayının birinci gecə gəlir, sonra gündüz İslam təqvimi ilə. Görən kimi bu adam hər bir şeydən tövbə estəğfirullah edir və Zülhiccə ayının 10 günlərini oruç tutur. Yəni bu həm də bizim o sualımıza cavabdır ki, bu Zülhiccə ayının bu 10 günlüyündə hansı ibadətlə məşğul olaq, hansı əməllər görək ki, Allah bizdən razı olsun. Biz beyət rizvan eləyə bilmirik, yəni bizim imkanımız yoxdur ki, hacca gedək, amma biz nə edək? Onda bu hədis bizim imdadımıza yetişir. Bu günahkar adam Həzrət Rasulullahın zamanında çalğını tərk eləyir və Zülhiccə ayının ilk 10 gündə oruç tutur. Və onun hadisəsi Peyğəmbər əleyhissalam buyurur. Bundan belə məlum olur ki, Peyğəmbər əleyhissalam oruç tutmağı bir o qədər də şiddətlə sahabələrinə buyurmuyorsa təəccüb eləməzdilər sahabələr. Və Həzrət Rasulullah əleyhissalatu vesselam ondan soruşur ki, sənin bu günlərdə oruç tutmağı sövq eləyən səbəb nədir? Bu cavan da, bu adam da buyurur ki, Allah-u Teala'nın Resulü Peyğəmbəri sallallahu aleyhi və səlləm. Bu günlər hac qılınması lazım olan günlərdir. Amma və lakin mənim hacca getməyə istitaatim yoxdur, gücüm çatmır. O səbəbdəndir mən hacıların orada Məkkə-i Mükərrəmədə toz torpağa batmaqlarını, o devirdə yəni şəraitlər daha da ağır olub, indi şərait dəfələrlə rahatlaşır. Toz torpağa batmaqlarını, susuz qalmaqlarını, tavaf etməklərini, soyuq çəkməklərini bir zərrə qədər də olsa öz canımda hiss etmək üçün, onların savabına ortaq olmaq üçün mən də bu 10 gündə oruç tutmağı münasib bildim. Həzrət Rəsul sallallahu aleyhi və səlləm bu adamın sözünün üzərinə buyurur ki, oruç tutduğun hər gün üçün 100 kölə azad etmək savabını, bir o qədər də, yəni yenə 100 dəvə sədəqə etmək savabını, 100 dənə də üzərinə minilib Allah-u Teala'nın yolunda müharibəyə iştirak oluna biləcək sağlam, xorram at savabını, at sədəqə vermək savabını aldın sən. Tərviyyə günü, yəni Qurban bayramından 2 gün öncə, bir gün öncə Ərəfə gündür, bir gün də ondan öncəsi Tərviyyə gündür. Belə desək avandına, Tərviyyə gündür, Ərəfə gündür, Qurban bayramı gündür. Tərviyyə günü olunca sənə 1000 kölə azad etmiş qədər savab vardır. 1000 dəvə sədəqə vermiş qədər savab vardır və üzərinə minilib Allah-u Teala'nın yolunda müharibədə cəng edəcək qədər 1000 atın savabı vardır. Ərəfə günü olunca, yəni bayram axşamı, Qurban bayramından bir öncəki gün olunca 2000 kölə azad etmişcə və 2000 dəvə sədəqə vermişcə və üzərinə minilib Allah-u Teala'nın yolunda fi səbilillah cihad edəcək 2000 atın savabı qədər sənə bundan savab vardır.